bundan məhrum oluna bilər. Çox üzr istəyirəm. Bir də biz həm də burada belə deyim, belə bir mesajı ötürə bilərik ki, gənclərə ki, hə istənilən halda sən dövlət var, dövlətə təhvil verə bilərsən. Amma ilk öncə həmin o gənclər məsuliyyətlərini dərk eləməlidirlər ki, lap dövlət saxlasa belə bu uşaqların gələcək taleyi, gələcək xoşbəxtliyi, hər şey elə tək mövcudluqdan ibarət deyil axı. İnsanın xoşbəxtliyindən, mənəvi o rahatlığından da söhbət gedir və gələcəkdə necə xidmət göstərəcək bu uşaq? Cinayətkar ola bilər. Bu uşaq narkomaniyaya belə deyim də qurşuna bilər. Çünki bunun dərin psixoloji fəsadları var. Eyni zamanda da yararsız bir işçi ola biləcək. Yəni ki, belə deyim də bizə sağlam vətəndaşlar lazımdır. Biz cəmiyyət üçün sağlam vətəndaş yetişdirməliyik. Üzümüzü tutmalıyıq ki, yəni hər şey də dövlətin üzərinə atıb. Məsuliyyətdən mən qaçıram. Bugün mənim bu səhv addımımdır. Hansısa bir hisslərə uydum. Bu hisslər məni idarə elədi. Səhər də mən gedib ərizəmi yazacam. Lap demirəm mən təbii ki, onun tərəfdarı deyiləm ki, bu cür qatı cinayət şəklində ortaya çıxsın bu hallar. İstənilən halda yenə də araşdırılacaq və üzə çıxaracaqlar bunu. Çünki bu gizli qalacaq bir fakt deyil. Elə dövlət var, mən gedəcəm, ərizə yazacam, uşağı